Bir gün bir kız yaşlı bir ayakkabı boyatçısına yaxınlaşır ve ayakkabını boyattırır. Ayakkabını rəngləşdirib qutarandan sonra yaşlıdan soruşur ki, əmi sənə borcum nədir? Deyir ki, 30.000 rupi. Kız çantasını açır, oradan bir 50.000'lik rupi pul götürür, yaşlı adama uzadır. Boyacı baxır, görür ki, bu böyük puldur. Deyir, kızım bu böyük puldur. Mənim sənə qaytarmaq üçün xırdam yoxdur. Ona görə al bu pulu, bunu götürə bilmərəm. Deyir, yox əmi, sən pulu götür yine. Deyir, sən keçən dəfə də belə elədin. Mənə böyük pul verdin. Mən sənə xırdanı qaytara bilmədim. Amma qız ısrarla, təkidlə pulu boyacıya verir və bundan uzaqlaşır. Boyacı pulu qoyur cibinə və dua edir ki, Allah sən özün bu qızı qoru inan, onun kisbini həmişə bərəkətli elə inan. Kız buradan gedəndən sonra telefonla danışa gedirdi və anasına deyirdi ki, mən bu günləri 1 milyon rupi bankadan pul çəkdim. Amma kızın bu danışığını eşidən oğru bir oğlan birdən tullanaraq kızın qarşısını kəsir. Deyir ki, mən eşitdim ki, sənin çantanda 1 milyon pul var. Sən o pulu mənə verməlisən. Amma qız deyir ki, yox, mən telefonda elə belə zarafat edirdim. Mənim pulum yadım yoxdur. Oğlan buna fikir vermədən qızın çantasını bundan alır. Çantanın ağzını açır, baxır görür ki, çantanın içində pul yoxdur. Deyir, bəs hanı para, bunun içində pul yoxdur. Qız çantanı bundan alır, baxır, görür, həqiqətən də çantanın içində pul yoxdur. Amma bu çox heyfsilənir, başlayır ağlamağa. Oğlan buna fikir vermədən əsəbi şəkildə bunun əlindəki telefonu alıb çıxıb gedir. Kız bir keyf halda ağlaya, nəsə gəlir qardaşına yaxınlaşanda, qardaşı buna deyir ki, bacı, bəs sən haradaydın? Niyə belə gecikmisən? Həkim atamızı əməliyyat eləmir ki, hökman əvvəl əməliyyatın pulunu ödəməlisiniz. Deyir, qardaş, mənim bu günləri işim heç yaxşı getmir. Mən patronuma xahiş edib yalvarmışdım və 1 milyonluq atamın əməliyyat pulunu bankadan çıxartmışdım. Amma oğrular mənim o pulu sumkamdan oğurlayıblar. Ona görə çox pis vəziyyətdə qalmışam. Elə bu ərəfədə həmin o boyacı qoca yaşlı kişi gəlib qızı tapır. Deyir, qızım, al bu pulu, bu sənin pulundur. Qız baxır, pulu alır, deyir ki, əmi sən bu pulu hardan tapdın? Deyir, qızım, sən ayaqqabı boyatdıranda pulu orada salmışdın. Ona görə mən nə vaxt səni axtarıram ki, səni tapıb bu pulu qaytaram. Pulunu bəh yerdə sahib ol inan. Onunla müğayət ol, salma inan. Beləliklə deyib, qızdan uzaqlaşıb gedir. Qardaşı bacısına deyir ki, hər şeydə bir hikmət var. Əgər sən o pulu orada salmasaydın, oğru sənin pulları da alacaqdı, telefonu da alıb gedəcəkdi. Ona görə hər bir törənən hadisənin biz bilmədiyimiz sahibi var. Diqqətinizə görə sağ olun.